Son günlər müxtəlif xəbər saytlarında və sosial şəbəkə hesablarında Muhammed Mehdi Aslaninin Azərbaycanda həkim fəaliyyəti göstərməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və hətta iddia olunur ki, o Azərbaycanda qanunsuz fəaliyyət göstərir və eyni zamanda şəkərli diabetlə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirirmi? Elə bununla bağlı biz də məsələni araşdırmaq üçün həkimin fəaliyyət göstərdiyi klinikaya yaxınlaşdıq. Daha ətraflı isə həkimin öz dilindən eşidəcəyik. Bir neçə gündür ki, müxtəlif xəbər saytlarında və digər sosial medialarda mənim haqqımda mənfi və neqativ sözlər paylaşırlar. Mən də istədim ki, öz haqqımda olan mənfi şeylərdən difa edeyim və izahat verim. Mən 4-5 ildir ki, Azərbaycanda xalq təbabəti işi ilə məşğulam və mənim İrandakı olan diplomum Azərbaycan dilinə təsdiqlənib və müxtəlif Səhiyyə Nazirliyində və Azərbaycanın İrandakı səfirliyi tərəfindən təsdiqlənibdir. Mənim ÜNÜM aktivdir, vaxtında vergimi verirəm və İrandan gələn qida məhsullarımız da qanuni vasitəsilə Azərbaycana gəlir. Onlar ikindi mənfi rəylər bildirirlər. Mən bilirəm kimdir, hansı klinikalar ki, mən onda çalışırdım və neçə gündür ki, onlardan ayrılmışam. Onlar maddiyyat səbəbindən mənə şər böhtan yaxırlar və bu xəbər peyci ki, mənə zəng eləyib, mənə deyir ki, siz Azərbaycanda qeyri-qanuni işləyirsiniz, heç bir sənəd əsasınız yoxdur və xalq təbabəti şəkəri sağaltmır. Mən yenə əminlikdən deyirəm ki, biz xalq təbabəti vasitəsilə birinci tip şəkər xəstəsini xüsusilə deyirəm ki, sağaldırıq və sağalan xəstələrimiz var. Onlar da gəlsin, biz də xəstələrimizi gətirək, analiz versinlər. Ya Azərbaycanda o ailə yoxdur ki, onlarda şəkər xəstəsi olmasın. Bu mənim haqqımda mənfi söz paylayan saytlarında, işlədənlərində, çevrələrində, ailələrində şəkər xəstəsi var. Əgər istəyirlər ki, bilərlər sağalır ya yox, xəstələrini gətirsinlər, biz müalicə eləyək, öz gözlərindən görsünlər. Mən öz ölkəmə gəlmişəm, öz vətənimə gəlmişəm və mən gördüm ki, mənim sahəmə Azərbaycanda ehtiyac var, gəlmişəm. Amma mən görürəm ki, müxtəlif qüvvələr və sayt dolandıran insanlar nahaq söz danışırlar, mən narahat oluram. Mən də onlar ki, mənim haqqımda araşdırmadan, mənim sənədlərimi görmədən, diplomlarımı görmədən, mənim haqqımda verilişlərdə, sosial mediada paylaşımlar ediblər, mən müxtəlif qanuni orqanlara şikayətimi bildirəcəm. Onu da yenə qeyd edirəm ki, mənim bütün fəaliyyətlərim qanunidir. Mən Azərbaycan Respublikasının qanunlarını kərən heç bir fəaliyyətim yoxdur, bundan sonra da olmayacaq.